adi tənəffüs hərəkəti zamanı, yəni normal tənəffüs hərəkəti edəndə biz 500 kub santimetr hava uduruq və hava buraxırıq. Bu havaya biz, bax bu havanın adı tənəffüs havası və yaxud da dəyişən hava deyirik. Tənəffüs havası və yaxud da dəyişən hava adlanır. Yadınıza saxlayın. Demək 500 kub santimetr. Adi sakit nəfəs alanda və nəfəs verəndə 500 kub santimetr uduruq, 500 kub santimetr buraxırıq. Bunun adı nədir? Tənəffüs havasıdır. İkinci, dərindən nəfəs alanda, dərindən nəfəs alırsınız. Dərindən nəfəs alanda 3000 kub santimetr hava daxil olur ki, bu havanın adı əlavə hava adlanır. Nə adlanır? Əlavə hava adlanır. Yəni, dərindən udduğun havanın miqdarı 3000-dir və plus burada 500 də daxil olur, ha? Dərindən nəfəs alma zamanı toplam 3500 kub santimetr hava daxil olur. Yadınıza saxlayın. Aydındır? 3500 kub santimetr hava daxil olmuş olur. Və bu nəfəs almanın işləridir. Bəs dərindən nəfəs verəndə isə 1000 kub santimetr. Bax bunlardan əlavə, bax bu 3500-dən əlavə 1000 kub santimetrdə ağciyərdə hava olur ki, bu havanın adı ehtiyat hava olur. Yəni 1000 kub santimetr hava ehtiyat halında həmişə ağciyərdə olmuş olur. 1000 kub santimetr ehtiyat hava adlanır. Və dördüncü isə ağciyərlərdə qalıq hava vardır ki, bu qalıq hava miqdarı 1200 kub santimetrdir ki, bu ağciyərləri heç vaxt tərk etməyən havadır. Sən ən dərin nəfəs vermədən sonra belə, sən nə qədər istəsən də bu qalıq havanı, 1200 kub santimetr havanı ağciyərdən xaric edə bilmərsən. Aydındır? Ona görə buna nə deyilir? Qalıq hava deyilir və bu qalıq hava da alveolları həmişə yapıqmağa qoymur. Yəni, həmişə, belə deyək, süngəri formada saxlamağa təmin edir. Beləliklə, ümumiyyətlə, ağciyərlərin həyat tutumu, bizdə biri var ağciyərlərin həyat tutumu. Bu orta həyat tutumudur. Biri var ağciyərlərin ümumi tutumu. Ağciyərin orta həyat tutumu dedikdə, burada tənəffüs havasını, plus əlavə hava, plus ehtiyat hava nəzərdə tutulur. Gəlin görək nə qədər olacaq ağciyərlərin həyat tutumu. Tənəffüs havası nə qədərdir? 500, lap burada yazaq, 500. Əlavə hava nə qədərdir? 3000, düzdürmü? Ehtiyat hava nə qədərdir? 1000. Toplam nə qədər edir? 4500 kub santimetr. Deməli, ağciyərlərimizin orta həyat tutumu nə qədərdir? 4500 kub santimetrdir. Bəs ağciyərlərin ümumi tutumu nə qədərdir? Bu zaman ümumi tutum deyəndə ağciyərlərin həyat tutumunun üzərinə plus qalıq havanı da gələsiniz. Axı, ümumi orada qalıq hava da qalır həmişə. Yəni, bu 4500-ün üzərinə nə qədər gələsiniz? 1200-ü gələsiniz. Nə qədər eləyəcək? 5700 kub santimetr hava eləyəcək. Ona görə deyirik ki, ağciyərlərin ümumi tutumu 4-6 litr. Litr uşaqlar, yəni 4000-6000 kub santimetr deməkdir. 1 litr 1000 kub santimetrdir. Yəni 4000-6000 kub santimetr arasıdır. Təbii ki, ağciyərlərin həyat tutumu, uşaqlar, ağciyərlərin həyat tutumu
insandan insana dəyişə bilər. İnsanın yaşından asılı ola bilər. Yəni cavanlarda daha çox ola bilər, təbii ki, yaşlılarda az. Yaşından, cinsindən, qadınlarda və kişilərdə ola bilər. Bədən quruluşunun asılı ola bilər. Ümumi belə deyək də vəziyyətindən, immunitetindən hətta, anadan gəlmə, ola bilər. Aydındır? Bax bunlara baxaraq ağciyərlərin həyat tutumu fərqli ola bilər. Yəni mütləqdir ki, bu elə hamıda 5700-ə bərabərdir və yaxud da bu dəqiq 500-dür, amma bu əlavə havadır, 1000-dir. Bax bunların miqdarı uşaqlar insandan insana dəyişə bilər. Bir də var uşaqlar, bizdə ağciyərlərin tənəffüs potensialı anlayışı, ATP. Ağciyərlərin tənəffüs potensialını tapmaq üçün əlavə hava, üstə gərək tənəffüs havası. Əhu üstə gərək tığı. Belə yadınıza saxlayırsınız. Əlavə hava, üstə gərək tənəffüs havası. Əlavə hava nə qədər idi bizdə? 3000. Tənəffüs havası nə qədər idi? 500. Deməli, ağciyərimizin tənəffüs potensialı neçə kub santimetrə bərabərdir? 3500 kub santimetrə bərabərdir. Və uşaqlar, burada ümumiyyətlə ağciyərlərin həyat tutumu spirometr adlı cihazla ölçülür. Bu diaqram isə spirogrammadır. Necə ki, ürəyin biotoklarını elektrokardioqramma ölçür, burada spirogramma ölçür. Baxın, burada hamısı özü təsvir eləyibdir. Fikir verin. Bura baxın. Bura nədir? Bura tənəffüs havasıdır. Bu aralıqlar hamısı 1000 kub santimetrdir. Fikir verirsiniz, kitabda qabağınızdadır, baxın. Bu aralıqlar bizə 1000 kub santimetri verir. İndi bura baxın, bu göy olan yer tənəffüs hərəkətlərdir. Baxın, tənəffüs havasıdır. Eyni zamanda elə nə qədər belə dövrə görürsünüzsə, o sizdə tənəffüs hərəkətinin sayını göstərir. Məsələn, buradakı qrafikə baxsaq, deyəcək ki, neçə tənəffüs hərəkəti etmişdi bu insan. Baxın, 1, 2, 3, 4, 5, 6, 7 tənəffüs hərəkəti etmişdir. Aydındır? Amma bu təbii ki, diaqram, bu sakit nəfəs almadır. Bu sakit nəfəs almadır, tənəffüs havasıdır. 500. Düzdürmü? Dərindən nəfəs almanı göstərir bura. Dərindən nəfəs almadır. Dərindən nəfəs alma bizə dedik nə qədərdir? Nə adlanır? Əlavə havadır. Dərindən nəfəs alanda biz əlavə hava uduruq. Ona görə bura nə adlanır? Əlavə hava adlanır. Siz burada rəqəmlərə baxıb da özünüz də götürə bilərsiniz. Baxın, buradan bura 1000-dir, buradan bura 1000-dir. 2000, 2000, buradan da bura 1000-dir. Amma tam 1000-ə gəlib çatmayıbdır. Fikir verin, qrafik bu hissədə hardasa 800 olar. Düzdürmü? 1000, 2000, 2800 buradan bura. Düzdürmü? Buradan da bura bir nə qədər olar? Bir 200 olar. Olar. Hardasa 3000. Görürsünüz, doğrudur. Tamamilə doğrudur. 3000 kub santimetrə hardasa gəlib çıxıbdır. Düzdürmü? Qrafikdən görsənir. Bu əlavə havadır. Dərindən nəfəs almadı. Bəs dedik, dərindən nəfəs vermədə verdiyimiz hava necə adlanır? Adlanır ehtiyat hava. Baxın, bura nədir? Ehtiyat havanı əhatə edir. Və bura yəni nədir? Nəfəs vermə qrafikidir. Nəfəs vermə qrafikidir. Aydındır? Ehtiyat hava, gəlin qrafikdən görək nə qədərdir? Dedik ki, ehtiyat hava dərindən nəfəs vermə zamanı buraxdığımız havanın miqdarını göstərir. Baxaq görək bu diaqramda nə qədərdir? Uşaqlar, hardasa baxın, mən dedim ki, bütöv ara xətt bizə 1000 kub santimetrdir. Amma görün, hardan başlayır? Hardasa 800 buradan, düzdür? 200'ü buradan çıxaq. Düzdürmü? Tam çünki aralıq deyil. 200'ü buradan çıxsaq, hardasa burada qalacaq bir 800. Bu qrafikə əsasən buradan bura 800, buradan bura 800. Buradan da burana hardasa 200 götürmək olar. Fikir verin, 200 götürmək olar. Yəni 1000 kub santimetr buranı götürmək mümkündür. Aydındır? Deməli, ehtiyat havanın miqdarı həqiqətən də 1000 kub santimetrdir. Yəni verilənləri
əks etdirir. Burada dediyimiz bayaqçı rəqəmləri. İndi bayaq dedik ki, biri var ağciyərin həyat tutumu. Ağciyərin həyat tutumu deyəndə nə nəzərdə tutulur dedim. Ağciyərin həyat tutumu bərabərdir tənəffüs havası plus əlavə hava plus ehtiyat hava. Görürsünüz, qrafiki buradan bura qədər gətiribdir. Yəni, bura həm ehtiyat havanı daxil eləyibdir, bura həm tənəffüs havasını daxil eləyibdir, həm də əlavə havanı daxil eləyibdir. Buradan bura qədər qrafikdə. Yəni, səhər sizə bu yazıları verməyəcək heç kim. Buraları heç kim sizə verməyəcək. Yəni, şagird özü bilməlidir ki, buradan bura qədər olan məsafə ağciyərin həyat tutumunu əhatə edən məsafədir. Ağciyərin ümumi tutumu deyəndə isə mən dedim ki, bura qalıq havanı da gəlirsiniz. Bax, görürsünüz, buradan bura bayaq izah elədim ağciyərin həyat tutumunun üzərinə. Burada bir ağciyərləri heç vaxt tərk eləməyən 1200 kub santimetr qalıq hava var ki, baxın, görürsünüz, 1000, burada da buradan bura 1000, buradan da harası 200. 1200 kub santimetrdə qalıq havadır. Və bu sizə verir nəyi? Ağciyərin ümumi tutumunu verir. Yəni, ağciyər ümumi bu qədər tutuma malikdir. Bəs ağciyərin tənəffüs potensialı nədir? Və bu qrafik tənəffüs potensialı biz dedik ki, əh üstə gərək tıh. Düzdür? Əh üstə gərək tıh. Əh buradan bura qədərdir. Buradan bura qədər əh-dır. Görürsünüz? Buradan bura qədər əh-dır. Burada tıh-dır. Tənəffüs havasıdır. Görürsünüz? Ona görə oxu buradan bura daxil veribdir. Aydındır mı uşaq?